Açığı o xəbəri mən istəyərdim buradan tapım, sizə çatdırım, amma belə mən oxumuşam, məlumatlıyam. Bax elə çatdıracağam sizə ki, işıq pulla bağlı bəzi dəyişikliklər olub. Hansı ki, ev almısınız, mənzil almısınız, təmir etmişsiniz, çıxıb gedib Rusiyada yaşayırsınız. Köçmüsünüz Rusiya, Türkiyə, Amerikaya. Düşünürsünüz ki, işıq puludur, mən bu mənzildə yaşamıramsa, elektrik pulu ödəməyəcəm. Təbii belədir də, sudan istifadə etmirəmsə ödəməyəcəm, qazdan istifadə etmirəmsə ödəməyəcəm. Amma yeni bir qərar qüvvəyə minibdir. Bir neçə gün bundan əvvəl Milli Məclisdə bu müzakirəyə çıxarılır millət vəkili tərəfindən və Azər Enerji də bu təklifi qəbul edibdir. Təbii ki, Azər Enerjinin öz təklifi olub ki, sonradan Beşəl o onu da qəbul edibdir. Mənzilində yaşamayan hər bir vətəndaş işıq pulu ödəməlidir və açıqlama veriblər. Niyə? Çünki deyir, o orada yaşamasa da ümumi bir generator var da, o qoyulur, oradan həmin mənzilə işıq xətləri çəkilib. O generatorda bütçədən ayrılan pulla yəni yerləşdirilib və istifadəyə verilib. Ona görə hər bir adam istifadə etdiyi işıq pulla bağlı, elektrik pulla bağlı o generatorunda pulun ödəməlidir. Ona görə də əzizlərim, mənzildə olmasanız da, yaşamasanız da sizə işıq pulu gələcək, heyrətlənməyin. Məndən bu qədər. Sara Səfra Bahadır və Şəbnəm doktorumun, həkim kosmetoloqumun burada əlaqə nömrəsi var. Baxın, ona müraciət edin, gözəlləşin. Üzünüzdə, sifətinizdə, simanızda bir gözəllik əmələ gəlsin.